Salam uşaqlar, bugünkü mövzumuz bərabərlik və tənlik. Səhifə 13, 14, 15. Başlayaq dərsimizə. Uşaqlar, bərabərlik nədir? Bərabərlik, yəni bir dənə tərəzi fikirləşin. Tərəzidə, bu formada köhnə tərəzilərdən ha. Baxın uşaqlar, köhnə bir tərəzimiz verilib. Tutaq ki, bununla biz seçdik. Uşaqlar, bərabərlik nədir? Bərabərlik, yəni tərəzinin bir gözü harda durubsa, həmin gözü də o birisi yerdə durmalıdır. Yəni eyni, bir-birinə bərabər. Burada neçə kiloqram qoymuşamsa, bu birisinə də o qədər kiloqram qoymuşam. Məsələn, burada 5 kiloqram alma varsa, burada da 5 kiloqram alma var. Yəni eynidir. Bir-birindən eyni olsun. Fərqli bir ədəd olmasın. Bu bizdə olacaq bərabərlik, yəni bir-birinə bərabər. Bu formada təyin olunur. Bəs bizim bərabərliyimizin hansı xassələri var? Birinci xassə. Bərabərliyin hər tərəfinə eyni bir ədəd gəldikdə bərabərlik pozulmur. Yəni, baxın uşaqlar, 5 bərabərdir 5, düzdürmü? Hər iki tərəfinin üzərinə eyni bir ədəd gələk. Məsələn, 1 gəlin. 5-in də üzərinə 1 gələm. Bu tərəfin də üzərinə 1 gələm. Yəni, burada 1 kiloqram qoyuram, burada 1 kiloqram qoyuram. Deyirəm, neçə elədi? 6. Neçə elədi? 6. Uşaqlar, yenə də bərabər alındı mı? Deyir, yenə də bərabərlik alınır. Yəni, yenə də bir-birinə bərabər olan 2 ədəd alınır. Həqiqətən də doğrudur, bərabərlik pozulmur. Bu oldu bizim birinci xassəmiz. Bir daha deyirəm, hər iki tərəfin üzərinə, hər ikisinin birinin gəlib, birinin gəlməmək yox. Hər iki tərəfin üzərinə eyni bir ədəd gəldikdə bərabərlik pozulmur. İkinci xassə. Hər iki tərəfdən eyni bir ədəd çıxdıqda bərabərlik pozulmur. Yəni, deyirəm ki, 5 kiloqram alma burada var, 5 kiloqram alma burada var. Buradan da 1 kiloqram götürürəm. Bu birisi tərəfdən də 1 kiloqram götürürəm. Onda uşaqlar, hər iki tərəfdə 4 kiloqram eləyəcəkmi? Yenə də bir-birinə bərabər olacaqmı? Tərəzinin gözü eyni qalacaqmı? Deyirəm ki, buradan da 1 kiloqram götürürəm, buradan da 1 kiloqram götürürəm. Burada 4 bərabərdir 4. Bərabərlik yenə də pozulmur, bərabər alınır. Keçirəm üçüncü xassəyə. Bərabərliyin hər iki tərəfini eyni bir ədədə vurduqda bərabərlik pozulmur. Yəni, nə deməkdir? Dedik ki, 5 bərabərdir 5-ə. Hər iki tərəfini, məsələn, deyirəm ki, 2-yə vuraq, 3-ə vuraq, fərq eləməz. İkisini 2-yə vuraq. 2-yə vuranda elədi 10, 2-yə vuranda elədi 10. Uşaqlar, 10 bərabər 10 alındı mı? Həqiqətən də hər iki tərəfini eyni bir ədədə vurduqda bərabərlik yenə də alındı. Bərabərlik pozulmadı. Dördüncü xassə, bərabərliyin hər iki tərəfini sıfırdan fərqli eyni bir ədədə böldükdə bərabərlik pozulmur. Yəni, bax, dedik ki, 5 bərabərdir 5, düzdürmü? Hər iki tərəfini nəyə bölək? 2-yə bölək. Buranı da 2-yə böləm. Bu birisi tərəfi də 2-yə böləm. 2-yə böləndə elədi 2,5, 2-yə böləndə elədi 2,5. Yenə də bərabərlik alındı mı? Çox. Hər iki tərəfini sıfırdan fərqli eyni bir ədədə böldükdə bərabərlik pozulmur. Səbəb niyə sıfırdan fərqli dedim uşaqlar? Biz bilirik ki, sıfıra bölmək yoxdur, düzdürmü? Yəni, böl sıfırı yaza bilmərəm hər iki tərəfə. Mümkün deyil. Ona görə həmişə qaydada deyirik ki, sıfırdan fərqli eyni bir ədədə böldükdə bərabərlik pozulmur. Bu olur bərabərliyimizin xassələri. Bir dənə bunları qayda dəftərinə yazın. Başlayaq misallarımızı həll etməyə. Başlayaq birinci sualdan. Görək bizə sualda nə deyir? Birinci sualda deyir ki, bərabərliyin xassəsinə istifadə etməklə boşxanaya uyğun ədədi və ya əməl işarəsini şifahi tapın. Aha, şifahi tapın deyir. Deyir ki, A variantında 9 çıxılsın 3 bərabərdir 9. Aha, olsun. 9 çıxılsın 3 plus 4. 9 plus nə olacaq uşaqlar? 4. Səbəb niyə? Baxın uşaqlar, sol tərəfinin üzərində nə gəliblər? 4. Deməli, sağ tərəfində üzərinə nə gəlməlidir? 4.
Baxın, bir dəfə də yazın. 12 çıxılsın 3 bərabərdir 9. Bunu sadəcə 12 çıxılsın 3'ü mörtəzə yazıb. Bax, bərabərdir 9 yenə eyni şeydir də. Yuxarıda nə eyni şeydir. Deyir, bax, burada plus 4 yazıb. Bəs burada nə yazım? Hər iki tərəfə eyni bir ədədi gəldikdə dəyişmir bərabərlik. Deməli, bura 4 gəlmişəmsə, bura da 4 gəlməliyəm. 4. B variantında 18 plus 7 bərabərdir 25. Bax, 18 plus 7 bərabər 25 yenə də. Nə çıxıb? 6 çıxıb. Onda sağdan da nə çıxılmalıdır? 6. C variantında 18 bölünsün 6 bərabərdir 3. 6'ya vurub sağ tərəfi də nəyə vurmalıdır? 6'ya vurmalıdır. D variantında 3'ə bölüb 3'ə bölməlidir. Baxaq görə fərqli biri varsa fərqlisini deyim. Yoxdursa eyni tiplidirsə. Eyni tipli suallarda C variantını bir dənə deyim. 8'ə vurub sağ tərəfi, deməli sol tərəfdə də vurma işarəsi olmalıdır. Yəni bir tərəfi vurubsa digər tərəfi də vurmalıdır. İkinci suala baxırıq. Qalan bəndləri siz özünüz evdə yazırsınız. İkinci sualda deyir ki, əvvəlcə birinci bərabərliyin doğru olduğunu göstərin. İkinci bərabərliyin doğru olduğunu isə uyğun xassədən istifadə edərək yazın. Bir saniyə, inşallah kitabın səhifəsi dəyişdi. Səhifə 13. Tamam, tapdım. Deyir ki, birinci doğru olduğunu yoxla. Verilib 8 bölünsün 16 bərabərdir 3 bölünsün 6. Uşaqlar, ixtisar aparıram. Sürətlə məxrəc nəyə bölünür? 8'ə. 8'ə böləndə nə elədir? 1. 8'ə böləndə nə elədir? 2. Sürətlə məxrəc nəyə bölünür? 3'ə. 3'ə böləndə nə elədir? 1. 3'ə böləndə nə elədir? 2. Aldın mı 2'də 1 bərabərdir 2'də 1? Dedi ki, birinci bərabərliyin doğru olduğunu yoxla. Yoxladım. Doğrudur. Bəli, düzdür. Və uşaqlar, baxın. Soldan da 4'də 1 çıxıb, sağdan da 4'də 1 çıxıb. Doğrudur. Bərabərliyin hər iki tərəfindən eyni bir ədəd çıxdıqda bərabərlik dəyişmir. Gəl yoxlayaq. 2'də 1'dən də çıxıb 4'də 1. Mən ixtisar olunmuş formasını yazıram. Bu birisi tərəfdə də 2'də 1'dən də çıxıb 4'də 1. Onsuz da eyni ədəddir. Yəni, alınacaq ədəd eyni olacaq. Məxrəcləri eyniləşdirirəm. 4'ə gətirmək üçün vurdum 2'yə, elədi 4'də 2. Sürətlə məxrəcdə vurdum. Bu da elədi 4'də 2. 4'də 2'dən 4'də 1 çıxanda elədi 4'də 1. Məxrəc olduğu kimi qalır. Sürətlər çıxılır. Bu üzrə də məxrəc olduğu kimi qalır. Sürətlər çıxılır. 2'dən 1 çıxanda 1. 4'də 1 bərabərdir 4'də 1. B variantını özünüz yazın. Bu hissəyə qədər aydındır uşaqlar. Keçirik. Sadə təmlinlərin həlli. Uşaqlar, burada sadə təmlinlərin həlli də məhz bu xassələrdən istifadə edərək əldə edəcəyik. Yəni, hər iki tərəfin üzərinə eyni bir ədəd gələcək və yaxud da hər iki tərəfdən eyni bir ədəd çıxacaq və yaxud da ki, hər iki tərəfi eyni bir ədədə vuracaq və yaxud da böləcəyik. İndi gəlin baxaq. Verilib belə bir şey. Hələlik uşaqlar, sadə tənli ilə başlayırsınız siz. Düzdür, ibtidaidən bəri, ibtidaidə də siz tənliyi keçmişsiniz. Azalanı tapmaq üçün, nə bilim, toplananlardan birini tapmaq üçün, çıxılanı tapmaq üçün, bunları hətta bəziləriniz ola bilər ki, əzbər bilirsiniz. Bilmirsinizsə də uşaqlar, bundan sonra yenə də tənliyi keçəcəksiniz. Öyrənin ki, gələcəyinə çətinlik çəkməyəsiniz. Məsələn, deyir ki, x plus 5 bərabərdir 9. Bu uşaqlar bizim tənliyimizdir. Tənliyi nəyə deyilirdi? Tənliyi nəyə deyilirdi? Dəyişəni olan bərabərliyə. Yəni, dəyişən var, bərabərliyi var. Dəyişəni olan bərabərliyə tənliyi deyilir. Və uşaqlar, biz tənliyi həll edəndə x-i tapmağa çalışmalıyıq ki, x nəyə bərabərdir? Yəni, dəyişənimiz nəyə bərabərdir? Gəlin bunu baxaq. Normalda, köhnə formada işləsəydik, deyərdik ki, toplananlardan toplanan cəm
Düzdürmü? Qaydanı hətta məndən yaxşı deyə bilərsiniz. Toplananlardan birini tapmaq üçün cəmdən digər toplananı çıxırıq. Düzdür? Yəni 9-dan 5 çıxırıq. İndi isə uşaqlar, gəlin bayaq keçdiyimiz hər iki tərəfdən eyni bir ədəd çıxdıqda bərabərlik dəyişmir. Düzdürmü? Bu qaydanı tətbiq edək. Bax, burada mən istəyirəm ki, x-i tapım. X-i tapmaq üçün nə qalmalıyam x-i? X-i tək saxlamalıyam. Yanını, yörəsini yoxa çıxartmağa çalışacağım. Deyirəm ki, onda plus 5 var. Nə qalım? 5'i çıxım da, düzdürmü? Ay, sağ ol. Olduğu kimi yazın. Deyirəm ki, 5 çıxıram ki, geçsin bu 5. X-i tək buraxsın. X tək qalsın. Ki, görüm x nədir? Soldan da çıxdım 5. Deməli, sağdan da çıxmalıyam. Qaydamız bərabərliyin hər iki tərəfindən eyni bir ədəd çıxanda bərabərlik dəyişmir. Hər ikisindən çıxmalısan. Burada aldıq 5 ilə 5 getdi mi? 5 çıx 5 elədi 0. Qaldı mı x tək? X bərabərdir. 9 çıxılsın 5. 4 aldın mı? Все. Bu formada təyin edirik. Keçirəm. Növbəti. Verilib. X çıxılsın 5 bərabərdir 3. İndi gəlin işləməyə çalışaq. Deyirəm, bu x-i mən tək saxlamalıyım. X-i tək saxlamaq üçün burada verilib. X-in yanında bir dənə çıx 5 var. Neyniyək? Bu çıx 5'i necə yoxa çıxardaq? 5 çıxmışıqsa 5 də üzərinə gəlməliyik deyə bilərik. Hə? Bir-birini aparsın da, düzdürmü? Çıx uşaqlar. Düzdür, biz sizinlə mənfi keçməmişik. Çıx. Bax, borc kimi hesabla. Bax, deyirsən ki, məndə nə qədərsə, belə hesablayaq da, məndə nə qədərsə qələm var orcumda. 5 dənəsini gəldin, götürdün. Çıxdın. Çıxdın 5 dənəsini. Qaldı bərabər 3 dənə. Deyərəm ki, o 5 dənəni qaytar, təzədən üzərinə gəl. Deməli, bu çıx 5'i yoxa çıxartmaq üçün üzərinə 5 gəlməliyəm. Bax, sol tərəfin üzərinə 5 gəldimsə, sağın da üzərinə 5 gəlmək məcburiyyətindəyim. Çıx 5'dən plus 5 getdi. X bərabərdir qaldı 8. İfadənin qiyməti oldu 8. Növbəti. Üçüncü tip. 2x bərabərdir 4. 2x nə deməkdir? 2 vur x. Ay, sağ ol. Onda burada vurma var. Mən bunu necə yoxa çıxarda bilərəm bu vurmanı? Hər iki tərəfi eyni bir ədədə bölərək. Bax, deyərəm ki, bu tərəfi də böl 2-yə, bu 2 yoxa çıxartsın. Bu tərəfi də böl 2-yə. Böləndə 2-yə 2 getdi mi? X tək qaldı mı? Sizin məqsədiniz burada x-i tapmaqdır. X-i tapmaq üçün də x-i təkləməlisiniz. X tək qalsın, şərait yaradın x-a. X bərabərdir. 4'ü böləndə 2'yə alındı 2. X-in 2 qiymətində ödəyəcək. Keçdik. Növbəti. Bir dənə də nümunə göstərəcəm. Sonra uşaqlar kitabdakı nümunələrə baxacaq. 4-cü sual. Verilib. X bölünsün 3 bərabərdir 6. Uşaqlar, bu bölü necə yoxa çıxardım? Vurmanla. Böl vurur verilibsə, vur yaz. Bax, necə bilirsən, böl 3'ü belə yazsam olar. Problem yoxdur, kəsr xətti kimi. Böl nə deməkdir? Kəsr demək deyil. Düzdürmü? Biz sizinlə kəsri keçmişik. Onda bunun yanına bir dənə vur 3 yazsam, bu 3'lə bu 3 gedib x-i tək saxlaya biləcəyik. Deməli, bu üzü də vururum. Bu üzü də vururum. X tək qaldı. Mənim istədiyim oldu. 6 vursun 3 bərabərdir 18. X-in 18 qiymətində ödəyəcək. Bu saydın uşaqlar. Və uşaqlar, bir dənə də şey demədim. Cavabı yoxlayın mütləq şəkildə. Yerinə qoyub yoxlayıram. Heç birində də yoxlamamışam. Ən axırda yadıma düşdü. 4 plus 5 bərabərdir 9. 9 bərabərdir 9 aldıq mı? Doğruymuş. X bərabərdir 2 almışdıq. Yerinə qoyub yoxlayıram. Tənliyimiz necə idi? 2x bərabərdir 4 idi. Düzdürmü?
Yerinə qoyuram. 2 vurulsun 2 bərabərdir 4. 4 bərabərdir 4. Doğru. 8. 8-i yerinə qoyub yoxlayıram. 8 çıxılsın 5 bərabərdir 3. 8-dən 5 çıxanda 3 bərabərdir 3. Doğru. Keçdik 18 almışdım. 18 bölünsün 3 bərabərdir 6. 18 3-ə böləndə edir 6. 6 bərabərdir 6. Bəli, doğru. Yoxlayandan sonra da doğru aldıq. Aydın uşaqlar, bu formada təmin edirik. Gəlin, indi kitab üzərindən baxaq. Görək suallar hansı formada verilib. Misallarımızı təyin edək. Aha. Səhifə 14-də 3-cü suala baxırıq. Verilmiş ədədin tənliyin kökü olub olmadığını yoxlayın. Uşaqlar, tənliyin kökü nə deməkdir? Yerinə qoyanda doğru alındısa, bax, mən bir yaxı tapladıqlarım hamısı kök idi. Səbəb niyə? Yerinə qoydum, doğru bərabərliyi aldım. Doğru bərabərliyi alınırsa, tənliyin köküdür. Yox, yerinə qoyuram, bərabərlik səhv alınırsa, tənliyin kökü deyil. Yəni, bax, burada verilib x-in yerinə 9. Verilib 2x bərabərdir 18. X-in yerinə götürüb qoyuram 9. 2 vurulsun 9. Bax, sil 9 yaz. Bərabərdir 18. 18 bərabərdir 18 aldın mı? Doğru bərabərliyi aldın mı? Bəli. Köküdürmü? Bəli. Doğru bərabərliyi aldınsa, köküdür. Keçirəm B variantına. X neçə verilib? 24. Yazıram 0,5. Gətirib yerinə 24 qoyuram. Burası 24 bərabərdir 12. 24-ü 0,5-ə verəndə neçə edir uşaqlar? 12, 6 da vura bilərsiniz və yaxud da ki 0,5-i mən 2-də 1 kimi yaza bilərəm. 2 ilə bu getdi 12. 12 bərabərdir 12 aldın mı? 18 yazıq. 12 bərabərdir 12 aldın mı? Bəli. Deməli doğru bərabərliyi aldım. Deməli tənliyin köküdür. Bu da doğru. Bir dənəsinə də baxın. Verilib. X S variantına baxıram. Bölünsün 0,2 bərabərdir 4. Yerinə x-in gətirib qoyuram 10. 10 bölünsün 0,2 bərabərdir 4. Düz yazdım mı? 0,2 nə deməkdir? 10 bölünsün 10'da 2. Düz yazdım mı? Bərabərdir 4. Uşaqlar, bölməni necə işləyirdik? Yadımıza salaq. Birinci olduq. Kimi qalırdı? Düzdürmü? İkinci tərsinə çevrilirdi. 2'də 10 kimi. Vurulurdu. Düzü? İndi sürətdə məxrəci 2'yə böldüm. Alındı mı? 5. Sürətdə. 5 vur 10. Elədi mi? 50. Bu 4 idi. 50 bərabər 4. Doğrudur mu bu bərabərlik? 54'ə bərabərdirmi? Xeyr. Deməli tənliyin köküdürmü? Xeyr. Yerinə qoyanda doğru bərabərliyi almadım deyə tənliyin kökü deyil deyirik. Yox, doğru bərabərliyi alsaydıq tənliyin kökü olacaqdı. Keçirik 4-cü suala. 4-cü sualda deyir ki, tənlikləri həll edin. Aha, rahat. Qəşəng bir az işlədiyim, mövzunu izah eləyəndə işlədiyim nümunələr haqqında tənliklərdir uşaqlar. Sadə tənliklərdir. Verilib bizdən A-nın B variantını özü yazıb deyəsən. İndi mən C-nə D-ni yazım. C-ni yazım birinci. X plus 1,3 bərabərdir 3,9. C-ni yazım. Sonra Y-ni yazım.
x çıxılsın 3,1 bərabərdir 2,9. Sonra hansını yazım? H-ı yazım. X plus 0,2 bərabərdir 5,13. Bir də J-ni yazım lap sizin xətrinizə. X çıxılsın 4,3 bərabərdir 1,25. Qalanınız sözünüz. 1,25. Yerdə qalan bədləri sözünüz yazırsınız. Bundan başladım. İndi nağarım. Hər iki tərəfdən çıxım. Toplamada deyə çıxacam. Bir tam onda 3 çıxıram buradan da. Buradan da bir tam onda 3 çıxıram. Bir tam onda 3'lər getdi burada. X bərabərdir 6. 3 tam onda 9'dan 1 tam onda 3 çıxanda edir 2 tam onda 6. Yerinə qoyub yoxlayıram. 2 tam onda 6 plus 1 tam onda 3 bərabərdir 3 tam onda 9'a. Buradan alınır 3 tam onda 9 bərabərdir 3 tam onda 9'a. Bəli, doğru. Bərabərlik düz. Kök elədi bu. 2 tam onda 6. Çıxmadı. Üzərinə gəlməliyəm. Hər iki tərəfin üzərinə 3 tam onda 1 gəldi. Bu tərəfində, bu tərəfində. 3 tam onda 1'lər getdi. X tək qaldı. X bərabərdir 2 tam onda 9'un üzərinə 3 tam onda 1 gəlinə çelir. 6. İndi altdan çıxaq 3 tam onda 1. Bax, alt-alta çıxmadan hətta istifadə edirəm. 3 tam onda 1. Tamın altından 6'nın vergülü yoxdur deyə vergül ən axırındadır. Çıxmaq olmursa 0 yazıram. Bir dənəsini verirəm. 10'dan 1 çıxanda edir 9. 5'dən 3 çıxanda 5 qaldı burada. 2. 2 onda 9. Həqiqətən də 2 onda 9 bərabərdir 2 onda 9'a. Doğru bərabərliyi alınır. X bərabərdir 6 olduqda ödədim. Birinci 13 bölünsün 5. Onluq kəsrə çevirək. Gəl. 13'in içində 5 neçə dəfə yerləşir? 2 dəfə. 2'dan 5'də 3 alınır mı? Düzdür? Sürətdə məxrəcdə 2'yə vururam. Onluq kəsrə çevirəm. 2 tam onda 6 alınmır mı? Deməli bu neymiş? 2,6 imiş. Bu hissəni yazdım. 5'də 13 yazmaya ehtiyac yox imiş. Keçdim ardına. Hər iki tərəfdən çıxacam. Bax, bu bizim köhnə tənliyimizdir. Çıxıram 0,2, çıxıram 0,2. 0,2'lər getdi. X bərabərdir qaldı. 2,6'dan 0,2 çıxanda 2,4. Yerinə də qoyanda 2,4'ün üzərinə 0,2 gələndə həqiqətən də 2,6 eləyir. 4'də 3. 4'də 3 onluq kəsrə çevirmək üçün nəyə vurmalıydıq sürətdə məxrəcdə? 25. Gəl vuraq. %75 elədi mi? 0'dan %75 yaza bilərəmmi bunun yerinə? Çünki uşaqlar sağ tərəf vergül formasında verilib, sol tərəf kəsr formasında verilib. İkisini də onluq kəsrə çevirin, ya da ki ikisini də adi kəsrə çevirin. Vergüldən azad edin. Mən indi ikisini də onluq kəsrə çevirdim. Bunu çevirdim adi kəsrimi, çevirdim onluq kəsrə. Yerinə sildim 0,75'imi yazdım. Hələm tənliyi həll eləməyə başlamamışam ha. Ədədi bir dənə çevirdim. İndi burada çıxdırsa üzərinə gələcəm. Plus 0,75. Bu birisi tərəfində üzərinə. Plus 0,75. 0,75'lər getdi. X tək qaldı. X bərabərdir. Burada bir-birindən toplayanda 2. Həqiqətən də 2'dən də 0,75 çıxanda 2 nə deməkdir? 2,00. Çıxılsın 0,75. Birin verdi, birin buradan da verdi. 10'dan 5 çıxanda 5. Burada 9 qaldı. 9'dan 7 çıxanda 2. 1'dən çıxanda 0, 1. 1,25. Həqiqətən də doğru bərabərliyi alınır. X bərabərdir 2 olduqda ödəyəcək. Bu formada tənliyimizi təyin edirik. Keçək 5-ci suala. 5 də bizə nə deyir? Burada vurmaya bölməyə aid nümunələrdir.
Bizə verilib. 2x bərabərdir 3,8. 4x bərabərdir 12 bölünsün 5. Bütün variantları yazmıram ha. Oradan buradan. X bölünsün 2 bərabərdir 2,9. X bölünsün 4 bərabərdir 1,25. 4 dənəsini mən yazam. 4 dənəsini də siz yazacaqsınız. Özünüz. Burada burada nə yazım? Hər iki tərəfi bölüm 2'yə. Bu tərəfi də 2'yə bölünən, bu tərəfi də 2'yə bölünən. 2'lər getdi mi? X tək qaldı mı? X bərabərdir. 3,8'i 2'yə böləndə edir 1,9. Bunun içində bir dəfə yerləşir. Vergülə çatdım, vergül qoydum. 18, 18'in içində 9 dəfə. Yerinə qoyun, yoxlayın. 2'ni vuranda 1,9'a, həqiqətən də 3,8'ə bərabər olur. Doğru alınır. Keçdik növbət bəndə. Növbət bəndə. Verilib bizə. Burada vırdırsa, bu birisi tərəfə keçəndə nə olur? Böl. Böl 4. Uşaqlar, bax burada həm 5'ə böldük, həm 4'ə böldük, düzdürmü? Burada vırdırsa bir sözlə bu məxrəcə keçir də deyə bilərəm. Bax böldüm 4'ə. Burada da bax məxrəci 12'ni böldüm 4'ə. Yəni bax 5'ə bölmək, 4'ə bölmək. Yəni ümumilikdə 20'yə bölmək demək deyil. Bu 5 vır 4 kimi yazdım. 4'lər getdi, x bərabərdir. Bunlar getdi. Bir dəfə, 3 dəfə. Elədimmi 5'də 3? Yerinə qoyub yoxlayırsınız özünüz. Burada böldürsə hər iki tərəfi vurırsınız. Vurdım 2'yə. 2,9'da vurdım 2'yə. X bərabərdir aldım. 5,8. Növbət bəndə. Hər iki tərəf vururam 4'ə. 4 ilə 4 bir-birindən getdi. X bərabərdir. 1,25 vuranda 4'ə eləyir 5. Qurtardı uşaqlar. Hətta gəlin yoxlayaq. Görək ödəyirmi? 5 bölünsün 4. 1,4'də 1 eləyir. 1,4'də 1 də sürətlə məxrəcə 25'i vuranda 1,25 eləyir. Doğrudur. 1,25 bərabərdir 1,25. Doğru bərabərliyi alınır. Bu formada təyin olunur. Gəlin bir daha baxaq. Görək növbəti sualımız nədir? Nə deyir? Növbəti sualı 6-cı sualdır. Ondan sonra mövzu qurtarır. Növbəti sualı uşaqlar özünüz işləyin. Baxın görün nə deyir. Sonra növbəti dərsimizdə uşaqlar biraz daha çətin tənlikləri keçəcəyik. Yaxşımı? Sağ olun. Növbəti dərsimizdə görüşərik. Uşaqlar mövzunu bəyənsiniz. Bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayın. Sağ olun uşaqlar.